və təklif edirəm ki, Azərbaycan parlamenti nəhayət ki, Qarabağ məsələsini müzakirə edərək, qaçqınların ağır durumunda olduğunu nəzərə alsın, 1 milyon insanın yaşamaq hüququnun onlara aid olduğunu və heç kimin ixtiyarı yoxdur ki, onların yaşamaq hüququnu əlindən alsın və məcbur eləsin onları 10 illərlə çadırda yaşasın. Əgər bu dövlət Qarabağ problemini həll edə bilmirsə, həmin çadırda yaşayan insanlara deməlidir ki, mən sizin konstitusiya hüququnuzla əmlakınıza dəyən zərəri ya hərəkətsizlikdən, ya hərəkətdən dəyən zərəri ödəmək şərti ilə Respublikanın başqa regionlarında sizə yaşamaq hüququ verirəm və tam səlahiyyətli dövlət öz üzərinə götürməlidir, həmin insanlar yaşamalıdır. 10 ildə Azərbaycan qaçqını çox ağır bir vəziyyətdə yaşamaq hüququndan məhrum bir vəziyyətdə çadırda yaşayır. Bu insanlara ikinci ömrü kim verəcək? Bu parlament mi, yoxsa bugünkü icra strukturu və başda dövlət başçısı olmaqla? Heç kim verməyəcək. O insanları məhv eləməyə heç kimin ixtiyarı yoxdur, o cümlədən məclisin. Buna görə də məclis bu sesiyada hökmən Qarabağ məsələsini müzakirə etməlidir və qaçqınların, 1 milyon qaçqının taleyi haqqında çox ciddi qərar qəbul etməlidir. Mən xahiş edirəm bunu səsə qoyasınız, gündəliyə salasınız və deputatların münasibəti fərdi qaydada bilinsin. Qoy xalq da bilsin ki, hansı deputatı onun taleyinə necə münasibət bəsləyir. İkinci bir məsələ, biz güzəştlərin ləğvi ilə və yaxud da onun kompensasiya olunması ilə, pul şəklində verilməsi ilə bağlı keçən sesiyada qərar qəbul edik, büdcə müzakirə olunarkən. Təəssüflər olsun ki, çoxsaylı müraciətlərdən, o cümlədən səlahiyyətli dövlət orqanlarının çıxışlarından belə aydın olur ki, onlara kifayət qədər müavinət veriləcək və demək olar ki, elə bərabər olacaq. Əvvəla biz burada iddia edirdik ki, bərabər ola bilməz, çünki 470 milyard keçən büdcəyə ayrılmışdı, 145 milyard manat bu il büdcəyə ayrılıb və bu bərabər ola bilməz və bugün özünü göstərir. Bugün qaçqın 15 min manat güzəşt alır. 15 min manatla nə etmək mümkün idi ki, həmin güzəşt ləğv olunub 15 min manat həddinə keçirildi və o da işıq puluna tutulurdu. Bu qaçqın yalnız işıqla məşğuldur mu? Yalnız işığın pulunu ödəməlidir qaçqına. Buyurun. Bəs qaçqının qalan problemləri. Bu məsələdə ciddi şəkildə Milli Məclisdə müzakirə olunmalıdır və buradan tribunadan bizi alladan səlahiyyətli dövlət məmurları və o cümlədən Sosial Siyasət Komissiyası bizə hesabat verməlidir. Nəyə görə 15 min manat olub qaçqınların məsələsi?